Tutaq ki 5000 manat alıram. Qayğılarım çox olduğu üçün maşın ala bilmirəm deyən Azərbaycanlı deputatın bu sözləri sosial mediada qınaq doğurub. Deputat Səyyad Aran yerli mediaya müsahibəsində deyib ki, onun da qayğıları var. Həyat yoldaşım, nəvələrim, özümün gündəlik səhhətlə əlaqəli xərclərim var. Pulu alırsan, müalicələrə gedir. Mən ondan nə qənaət edib pul yığıb maşın ala bilərəm? Deputatın bu açıqlamasından sonra bir sosial media istifadəçisi yazıb ki, ay deputat, Milli Məclis dediyin yerdə bircə dəfə də olsun çıxış etmisənmi ki, mən 5000-ə dolana bilmirəm, xalq 220 manata necə dolansın? Biraz abrınız olsun. Digər bir sosial media istifadəçisi isə sual edib ki, 5000 manatla dolanmaq çətindir deyirsən. Bəs zəhmət olmasa 220-330 manat təqaüd, 450 manat maaş alan seçiciyə bir məsləhət ver. Onlar necə dolansınlar? Başqa bir sosial media istifadəçisi isə yazıb ki, bu yaxşıdır, yenə maşın ala bilmirəm deyir. Eləsi var, lap gilas ala bilmirəm deyir. Onun xatırlatdığı gilas məsələsi keçmiş deputat Fəzail Ağamalı ilə bağlıdır. O parlamentin iclaslarının birində demişdi ki, maaşı yüksək olsa da gilas ala bilmir. Azərbaycanda minimum əmək haqqı 400 manat, orta aylıq əmək haqqı isə təxminən 1000 manatdır. Milli Məclisin deputatlarının isə aylıq gəliri təxminən 7500 manatdır. Deputat vəzifə tutarsa bu məbləğ artır.